Salam, vaxtınız xeyir olsun. Hörmətli və dəyərli ictimai nəzarətçilər İctimai Birliyinin üzvləri. Bugün 12 aprel tarixidir və nəzərinizə çatdırmaq istəyirəm ki, İctimai Nəzarətçilər İctimai Birliyinin bugün 12 aprel tarixində ilk, yəni təsis olunandan ilk yığıncağıdır və hər birinizi bu yığıncaqda təbrik edirəm. Sizlərə birliyimizin inkişafı yolunda uğurlar diləyirəm. Allah hər birimizin işini avan eləsin inşallah. Düşünürəm ki, sizlərin də yəni köməyi ilə nəticə etibarilə yaxın gələcəkdə birliyimizi inkişaf etdirmək üçün mütləq şəkildə ətrafımıza etibarlı, dövlətinə, dövlətçiliyinə xidmət edən, təmənnasız və qərəzsiz öz xalqına haqqı hüquqları pozulmuş insanlara kömək etmək məqsədi ilə bu birliyin üzvlərinin sayını günü-gündən artıracağıq. İnşallah hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Sizlərə çox sağ olun deyirəm. Allah hər birimizin işini avan eləsin inşallah. Bir daha xoş gəlmisiniz. Hörmətlə İctimai Nəzarətçilər İctimai Birliyinin sədri Şahyar Qədirov. Baxış saati Çağrılar prezident başkanı yani dediler ki teşkilatımızdan danıştık. Dedim ki neyse bir şeyimiz yok. Normal her şey yapılıyor. Biz 10 nefer alalım. İzliyoruz. Onun izliyoruz bilmiyoruz. Paylaşmıyorum sizler. Bakırlar orada bakırlar. Esen Kemal TikTok'ta paylaşıyor. Haber devlet tebrik ediyor. Destekliyor. Sonra dolayısıyla neticelerine bize gün müsbet ediyor. Şehirde cemaatın mezeli, belediyeyle bir işti, icra mühendisine bir işti. Tamam, bu devlet söhbəti üzrəsində, devlet söhbəti hatta qoyaq qırağa. Devlet heç nə qarşı, devlet müqəddəsdir. Söhbət gedir hakimiyyətdən, məmurluqdan və icra orqanlarından. Nəzarətdən gedir hakim. Azərbaycan dövlətçiliyi müqəddəsdir. Yox, mən onu demək istəyirəm ki, onlar bilirlər ki, artıq bu adam dövlətin tərəfində olan adamdır. Müxalifət deyil. Məqsədi burada nəyəsə dövlətin xələ gətirmək deyil. Amma indi